Salam. Bugün bloger Mehman Gələndərlinin qətlə yetirildiyi gündür. 2017-ci ilin aprelin 27-sində Mehman Gələndərli Kürdəxanı təcridxanasında qətlə yetirildi. Biz o qətl hadisəsindən xəbər tutduq. Penitensiar xidmətə sualla müraciət etdik. O vaxt penitensiar xidmət həyasızcasına dedi ki, Mehman sağ-salamat da öz kamerasındadır. Mehmanı isə gecə ilə Kürdəxanın yanında olan qəbristanlıqda dəfn edildi. Bir neçə gün sonra Mehmanın qəbrinin yerini hüquq müdafiəçisi Oqtay Güləliyev müəyyənləşdirdi, tapdı. Sonraki dövrdə də Oqtay Güləliyev çox müəmmalı şəkildə avtomobil qəzasına salındı. İllərdir komadadır. Allah şəfa versin. Oqtay Güləliyev də İlham Əliyevin cinayətlərindən biridir. Onun qəzaya salınması da bu hakimiyyətin boynundadır və mən bu hadisəni qəsd hesab edirəm. Və hamı da onu qəsd hesab edir. Kim idi Mehman Gələndərli? Mehman Gələndərli siyasi fəallardan biri idi. Azərbaycan hakimiyyətinin İlham Əliyevin şəxsən sərt təqnicilərindən biri idi. Və təqiblər üzündən Azərbaycanı tərk etmək olmuşdur, getmişdir. Bir müddət Türkiyədə yaşamışdır, daha sonra da Tiflisə gəlmişdir. O vaxt biz Tiflisdə yaşayırdıq və Tiflisdə çox böyük Azərbaycan müxalifətinin Tiflis özəyi adlandırılan, bu Azərbaycan müxalifətinin Tiflis özəyi adında Azərbaycan hakimiyyəti olunmuşdu. Biz jurnalistlər, siyasi fəallar Azərbaycanda insan haqları ilə bağlı ciddi işlər gördük, aksiyalar keçirirdik, araşdırma yazıları yazırdı, digər məsələlərlə məşğul idik, siyasi məhbusların müdafiəsi istiqamətinə və Azərbaycanın demokratiya uğrunda mübarizənin tərkib hissəsi idi. Tiflisdə məşğullaşan siyasi mühacirlər. O cümlədən Mehman Gələndərli. Mehman Gələndərli bizimlə birlikdə səfirlikdən qarşısında keçirilən aksiyalarda fəal iştirak edib, fəal şəkildə İlham Əliyevi tənqid edib, amma ailə problemləri üzrədən anasını görmək üçün Azərbaycana qayıtdı. Sözü açıq Azərbaycana qayıtmasını biz istəmirdik onun. Həm də maddi vəziyyətdən artıq çətin idi və bizim təkidlərimizə, bizim xahişlərimizə baxmayaraq bizdən xəbərsiz durdu, çıxdı, getdi Azərbaycana. Həbs olundu, şərləndi külli miqdarda narkotiklə və Mehmanı qətlə yetirdilər. Mehmandan Tiflis qrupunun əleyhinə ifadə almaq istəyirlər. Hazır ifadələrə qol çəkdirmək istəyirlər. Mənim əleyhimə, Daşqın ağalarının əleyhinə, Tiflisdə məşğullaşan digər Azərbaycanlı fəalların əleyhinə. Mehman həmin ifadəni imzalamaqdan imtina etdi. Çox böyük, ciddi fiziki işgəncələrə məruz qalıb və həyatını itirdi. O, son nəfəsinə qədər, son anına qədər tutduğu yoldan imtina eləmədi, yoldaşlarına böhtan atmadı, saxta izahatlara qol çəkməkdən imtina elədi və bunu həyatı bahasına ödədi. Və Mehmanın qətli Mədət Quliyevin əlindədir, onun dövründə idi, Mehman qətlə yetiriləndə. O tələb eləmişdi ki, Mehmandan bizim əleyhimizə ifadə versin. Mehmanın qanı İlham Əliyevin əlindədir. Və bu Tiflisdə məşğullaşan siyasi mühacirlərə qarşı 2017-ci ilin elə yanvar-fevral ayında başlanan çox ciddi aksiyalar, baskılar nəticəsində bugün doğum günü olan Gözəl xanım həbs olmuşdur. Bugün Gözəl xanımın doğum günü. Allah ona rəhmət eləsin, gözəl bayramlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri müavini. Xərçəng xəstəsi idi o həbs olunduğunda, şərlənərək həbs olunduğunda. Tiflisdən geri qayıdarkən onu şərlədilər, güya pul qaçaqmalçılığı ilə. Onu şərlədilər, həbsxanaya saldılar. Bir ildən artıq o xərçəng xəstəsi olan Gözəl xanımın dərmanlarını vermədilər. Həbsxanadan azad olunduqdan qısa müddət sonra məhz o xəstəliyin kəskinləşməsi nəticəsində həyatını itirdi. Və Gözəl xanım əslində İlham Əliyev tərəfindən qətlə yetirilən Azərbaycan müxalifətçilərindən biridir, İlham Əliyevin rəqiblərindən biridir. İlham Əliyev dərman verməməklə onu qətlə yetirdi. Tiflis özəyində olan, Tiflis özəyi ilə əlaqədə olan adamlardan digəri Fərman Ceyranlı. Fərman Ceyranlı
həbs olundu, saxta ittihamlarla. Hələ də Gürcüstanda həbsdədir, onu buraxmırlar. Fərman bəy uzun illər Azərbaycanda işləyib, onun Lancet klinikası olub. Sonra da Gürcüstanda ən böyük klinikanın sahibi idi Lancet klinikasının. Bizimlə münasibətləri olduğuna görə, bizimlə əlaqəsi olduğuna görə onu da Azərbaycan hakimiyyəti tərəfindən şərhlədilər. İlham Əliyevin sifarişi ilə o hələ də həbsdədir. Hələ də onu həbsdən buraxmayıblar. Tiflis özəyində olan digər bizim fəallardan biri Vüqar Rıza 2020-ci ilin yanvar ayında Belçikada qətlə yetirilib. Belçikadakı səfir, biz onun qətlini araşdırmağa başladıq. Belçikadakı o səfir, Azərbaycan səfiri qaçaraq Azərbaycana getdi, onun ailə üzvlərini görüşdü və bizim əleyhimizə başladı danışmağa ki, Əfqan Muxtarlı və onun dostları yalan danışırlar, Vüqar özü çaya yıxılıb ölüb. Çox maraqlıdır ki, həmin il digər bir İlham Əliyevin tənqidçisi Bayram Məmmədov İstanbulda güya dənizdə boğularaq öldü. İlham Əliyev qatildir. Büyüm onun qatillərindən biri Mehman Gələndərlinin qətlə yetirildiyi gündür. Və biz qətlə yetirilən heç bir kəsi unutmayacaq. İlham Əliyev qətlə yetirdikləri hər bir şəxsə görə cavab verəcək. Xüsusən də Tiflis özəyinə qarşı, müxalifətin Tiflis özəyinə qarşı etdiyi əxlaqsızlıqları, cinayətləri biz ona heç vaxt bağışlamayacaq. O, Tiflisdə olan Azərbaycan müxalifətçilərinə Mehman Gələndərlinin qətlə yetirilib. Bizlə görüşən Gözəl Bayramlının qətlə yetirilib. Belçikada Vüqar Rızanı qətlə yetirilib. Fərman Ceyranlı hələ də həbsdədir. Onlar da Azərbaycan müxalifətçisi, onlar da Azərbaycan jurnalistinin didərgin saldı İlham Əliyev Tiflisdən. Biz Tiflisdə yaşayırıq, Azərbaycana yaxın yerdə. Və ora toplaşan adamlar Azərbaycan uğrunda mübarizə apardı və heç birimiz Avropaya getmək istəmədik. Və bizim hər birimizin Avropaya getmək imkanları vardı. Bu gün mənə görə siyasi qətillər günüdür. Mən özüm üçün müəyyənləşdirdiyi bir gün var. Azərbaycanda siyasi qətillər günü. Və o 27 apreldir. Və İlham Əliyev qulağında sırğa edib saxlasın ki, etdiyi bütün cinayətləri və Mehman cinayətində cavabını verəcək. Və unudulmayan, eşidilməyən səslər var ki, adamlar tanınmırlar, adamlar məşhur deyildilər. Mehman bu da tanınmayan qəhrəmanlardan biridir. Onu çox az adamlar, onun dostları tanıyır. Amma biz onu heç vaxt unutmağa qoymayacağıq. Mehmanın ölümündən biraz əvvəl qızına yazdığı bir məktub vardı ki, səni çox istəyirəm qızım. Və Mehmanın bir qızı qalıb və biz həmin qızın bir daha demək istəyirik ki, atan səni çox sevirdi və biz sənin atanı qanlı yerdə qoymayacaq. Biz bütün siyasi qətillərə görə İlham Əliyevdən cavab alacağıq, sorğulayacağıq, o cümlədən Mehmana görə, o cümlədən Gözəl Bayramlıya görə. Bugün Gözəl Bayramlının doğum günüdür. Gözəl Bayramlı həbsxanada raf xəstəsi olmağına baxmayaraq onun dərmanlarını vermədilər, xəstəliyi kəskinləşdi. Xəstəliyinin ən kəskin anlarında onu həbsdən azad elədilər və bir müddət sonra Almaniyada gəldi Almaniyaya müalicə olunmağa həkimlər. Hamı dedi ki, artıq gecikib. Çünki bir il adamın var, bir ildən çox adamın dərmandan məhrum elədilər, müalicədən məhrum elədilər. Raf xəstəsini həbsdə saxladı, həyatını itirdi. Biz bütün siyasi səbəblər üzündən qətlə yetirilənləri hörmətlə anırıq. Allah onlara rəhmət eləsin və İlham Əliyev də Quranında sırğa edib saxlasın ki, heç bir qətil, heç bir qan göydə qalmayacaq. Bunlar hər birinin cavabını verəcək.